Mənə olan dualar tərsindən mi yozulur? Mənə olan dualar göylərdən mi pozulur? Göyün 7 qatı var, kimlər girir araya? Mənə olan dualar gedib çatmır Tanrıya. Sınıf qanatlarımı, gün yandırıb lələklərin, mənim dualarımı aparan mələklərin, mənə olan dualar bəlkə göydə quş olur, bəlkə daşa vururlar, güllələrə tuş olur. Mənə olan dualar ya quş dimdiyindədir, ya qum fırtınasında, ya sümbüldə nəsidir qarşılanmasında, ya mənim bəxtim dönük, ya belə Tanrıya xoş, ya mənim susum böyük, ya sizin duanız boş. Necə dua etdiniz, hələ bəxtim tirlənir, ya dualı qəlbiniz, ya göz kirlənir. Şükürlər haqqa varam, durmuşam kölgəsində, bəlkə də yaşayıram canı sayəsində. İnsan hər şey ola bilər, insan yaxşı müəllim ola bilər, insan yaxşı həkim ola bilər, insan yaxşı və şair ola bilər. İnsan şey olur, amma insan olmaz olsun. Şimdi müəllim, hələ görə insanlar. Bu həkəkat müəllim öz bəlli. Bizim xalqımız şair xalqı. Belə bir şair xalqın içindən şair olmaz. Çox çətindir. Allah sana məsələn, göz müəllim, gözlü şairi bizlərə çox görməsin, Allah onu var etsin. Başladım gəlmişini, gecədən səhər edir. Dartıb uzatdım ümidlərimi kənddən şəhərə qədər. Ya gəlmişim azaldı. Ya ümidlər tükəndi. Dünya ömür keçəndi. Əslində mən fikirləşirəm ki, şairin missiyası xalqın mülkiyyətində daşımaqdır. Allah təala müəllim sinin qüvvət eləsin, xalqımızın yükü çəkməyə, ona uzun ömür, can sağlığı arzulayır. Qışyat əllərin çatmaz olub keçənə, unutsan mılar, unutmasan nə, unutsan mılar, unutmasan nəyə. Müəllim elə bir insandır ki, həm şair təbliğ insandır, həm ziyalıdır, həm pedagogdur, həm zəhmətkeş bir insandır. Yəni Zülfü müəllim həyatın bütün çağrılarının özündə cəm edən bir insandır. Bu baxımdan da söz demək səhvi bilirsin. Danışdırın, yer verin, oturumarım arxayın. Gözlərim görsə də görməyim sizi, kar tək eşitməyim sözlərinizi. Alışan kağızlar bükülən kimi, bükülün içimə, bükülün mən də. Arılar pətəyə, qılınclar qına, dumanlar dəriyə çəkilən kimi, çəkilim içimə, çəkilim mən də. Dayanın, özümlə durum baş-başa, şeirimlə, sözümlə durum baş-başa. Özümə deməyə sözüm var biraz, özümə verməyə dözüm var biraz. Alışım şam kimi əriyim biraz, əriyə-əriyə çiriyirəm mən, əriyə-əriyə çiriyim biraz. Dinməyin, dayanın, durum daş kimi, soyun, büsbütün olun qış kimi, duyğular könlümü güllələsinlər, çırpının qəfəsdə olan quş kimi. Hərdən bir qəlbimin daş olmağı var, soyuq büsbütün qış olmağı var. Lap biraz ucadan, lap biraz aram, durmasın, susmasın danışan, dinən. İnan ki, sizlərdən çox danışıram. Beləcə oturub susmağımla mən. Məni dindirməyin, danışdırmayın. Yer verin, oturmarım arxayın. Qoy görüm, nə deyir gələn mələklər. Tək olan dünyada tənha mı, tək mi? Qoy görüm, içimdən əsən küləklər, hayqıran tufanlar kiriyəcəkmi? Sıxıb bir-birinə kipriklərimi, qapıyım gözümün aynasını mən. Olduğum dünyadan böyük birimi, qoy görüm dünyamın dünyasını mən. Toplayıb başıma fikirlərimi, bir görüm üst tutub gedirəm hara. Düzlərə boylanan zirvələr kimi, qoy baxım içimdən keçən yollara. Üst tutub getməyə çöl tapanmıram, yollara çıxmağa yol tapanmıram, vallah bu dünya ilə dil tapanmıram. Dərgahın sonuncu sığındığım yer, ilahi, sən mənə biraz səbir ver.
öncelikle her birinizi salamlayıram. Burada söz demək doğrudan da çox çətindir. Çünki sözün işinə uğraşmışım. Eyüp müəllim, Zülfü müəllim çox gözəl təqdim elədi. Zülfü müəllim həm gözəl pedaqogdur, həm gözəl insandır. Dayanma, durma gedək. Yol uzun, ömür gödək. Başa varma sərdilək. Bu həyat əzizdir. Ariflər bildi ancaq. Deyil oyun oyuncaq. Gözünü sil, yaxşı bax. Bu həyatdır, əzizdir. Varı başından tökər. Ağanı eylər nökər. Sevindirər, dağ çəkər. Bu həyatdır, əzizdir. Göylərin baxışları, nəqş olanda köksünə, şimşəyin naxışları, axanda göydən yerə, yazın gür yağışları, başım üstə görmüşəm, qolaqların çətini, ömür yol keçsə də, müşküllərdən, çətindən, insan gərək dönməsin, yurda sədaqətindən, ruhuma qüvvət verən, ülvü məhəbbəsindən, ilham alıb yazmışam şeirimin hər sətrini. Bu dünya gözləmə salınıymış. Gün doğar üfüqdə, yenə ay batar. Beləcə talihlər oyanar, yatar. Tanrının yazdığı yazılar qatar, vüsal qarşılar, hicranla görüş. Bu dünya gözləmə salonuymuş. Kim gəlir, kim gedir vətənə qardaş? Nə deyək bu yoldan ötənə qardaş? Gedənə dar məzar, gələnə yoldaş. Bu dünya gözləmə salonuymuş. Boylanan boynumu vurdum, gözlədim. Boylanan boynumu yordum, gözlədim. Bir ömür beləcə durdum, gözlədim. Bu dünya gözləmə salonuymuş. Talihi talihsiz yazılanlara, talihsiz taliyə qısılanlara, talihi bir tükdən asılanlara, bu dünya gözləmə salonuymuş. Usanıb bezənə döz deməsək də, könlünü ovudan söz deməsək də, oturub heç nəyi gözləməsək də, bu dünya gözləmə salonuymuş. Vaxt keçir, çox bəlkə boşa düşürəm. Payızdan qaçıram, qışa düşürəm. Hələ indi başa düşürəm. Bu dünya gözləmə salonuymuş. Hələ indi başa düşürəm. Bu dünya gözləmə salonuymuş. Anlayırdınız və sizin o test kitablarınızın demək ki, hər hissəsi də şiirlərin dolu olurdu və biz xoşumuz gəldi oxumaqdan, şəklini çəkib telefonda saxlamaqdan həqiqətən çox sizə sevirdik və mən həqiqətən sizin şeirlərinizi, kitabları çox həvəsli xoşam və bugün sizdən alacağım 3-cü kitabda olacaq ki, sizə birbaşa imza şəkildə alacağım. Həqiqətən bu mənim üçün bir hissidir ki, sizin... Mən düşünürəm sabara, amma romantizm ədəbiyyatlarımızdakı yox. Mən düşünürəmsə və hiss edirəm sabara. Zülfü müəllim hiss edir, yazır, hiss edərək yazır. Həm əmin kimi, həm müəllim kimi təbrik edirəm. İnşallah olimpiadada güzel çıxar. Vaxtın var, bilirsən, vaxtını oyandıra bilirsən. Deyirsən, başlar, heç insanın yoxdur mu? Deyirsən ki, az alametlərin var. Teşekkür ederim.